Klassik və xalq çalğı alətlərinin sintezindən ibarət Dan Ulduzu ansamblini yaradan, ömrünün 23 ilini bu ansamblə rəhbərlik edən Gülarə Əliyeva, əməkdar incəsənət xadiminin adını daşıyan, yaradıcılıq irsini qoruyub saxlayan 3 nömrəli Uşaq İncəsənət Məktəbi 90 illik yubileyini qeyd edir. Məktəb bu illər ərzində təkcə təhsil ocağı deyil, həm də sənətkarların yetişdiyi bir məbəd olub. 3 nömrəli Uşaq İncəsənət Məktəbi musiqi və incəsənət sahəsinə dəyərli şəxsiyyətlər bəxş edərək onların formalaşmasında müstəsna xidmət göstərib. Məktəbimizin 90 illik yubileyini qeyd eləmək bizim üçün həm fəxr, həm də qürur mənbəyidir. Bu məktəb təkcə təhsil ocağı deyil, həm də illər boyu insanların, istedadların, yaradıcılığın formalaşdığı bir məkan olubdur. Və bütün bu illər ərzində bir çox istedadlı gənclər məhz bura qədəm qoyaraq böyük səhnələrə addım atmış, öz nailiyyətləri ilə ölkəmizin adını uca tutmuşdur. Uşaq İncəsənət Məktəbi bugün də öz fəaliyyətini uğurla davam etdirir. Yaradıcı gənclər üçün bir mayak rolunu oynayır. Bu məktəb istedadlı gəncləri üzə çıxardıb, yol açıb olaraq musiqiyə, Azərbaycan musiqi sənətinə sevgini onlara deməli öyrədibdir. Əlbəttə, böyük məmnuniyyətlə bütün təbriklərimi yetirirəm. Təbrik edirəm bütün məktəbin heyətinə, bütün tələbələrə, şagirdlərə, hamısına böyük uğurlar arzu edirəm. Arzu edirəm ki, nəinki 90, çox-çox yaşlarını qeyd edəsiniz, qeyd edək və bu məktəb həmişə çox gözəl pöhrəsin və sədaları ta dünyanın hər yerindən gəlsin. Beynəlxalq Muğam Mərkəzində keçirilən Nəğməyə, Rəngə, Sözə dönən 90 il adlı yubiley konserti çərçivəsində əvvəlcə uşaqların əl işlərindən ibarət sərgi təqdim olundu. Bədii hissə ilə davam edən tədbirdə məktəbin tarixindən bəhs edən video çarx nümayiş etdirildi. Zəngin repertuarla tamaşaçıların qarşısına çıxan 3 nömrəli Uşaq İncəsənət Məktəbinin heyəti milli musiqi harmoniyalarına müraciət edərək bir-birindən dəyərli sənət nümunələri ilə çıxış etdilər. Şənlik rəqs ansamblının ifasında Naxçıvani rəqsi Üzeyir Hacıbəyli, Xəyyam Mirzəzadə, Süleyman Ələsgərov, Qara Qarayev, Arif Məlikov, Müslüm Maqamayev kimi görkəmli bəstəkarların əsərləri səsləndirildi. Xanım Paşazadə, Elvin Qəhrəmanov, Elvin Cəfərov, Xavər Zayirova, Mədəniyyət xəbərləri.